Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimova müraciət edirəm. Cənab İnam Kərimov, niyə sizin taberinizdə olan məhkəmələrin çıxartdığı qətnamələr icra olunmur? Nəyə görə? Niyə görə bu məhkəmələr qətnamələri çıxardırlar, tökürlər üstə, heç kim baxmır buna? Baxan var, bankların hesabına olanda, digər hesablarına olanda, vətəndaş borclu olanda baxırlar. Lakin dövlət qurumu olanda məhkəmə qətnamələrini çıxardırlar, hakimlər qoyurlar vətəndaşın xeyrinə. Niyə baxılmır buna? Bir dəfə sual edirsiniz ki, Ədliyyə Nazirliyinə, vətəndaşın xeyrinə qətnamalar çıxardır, dövlət qurumu borcu olanda. Niyə buna baxılmır? Siz də sual verin. Mən sual vermişəm. Mən dəfələrlə özüm şəxsən sual vermişəm. Həm keçmiş Ədliyyə Naziri Fikrət Məmmədova, həm yeni Ədliyyə Naziri Fərid Əhmədova, İcra Baş İdarəsinin rəisinə, mən bunları sual vermişəm. Deyirlər ki, dövlət qurumudur, borclu. Dövlət qurumunun məmurları vətəndaşın əmlakını yeyə bilər. Lakin dövlət məhkəməsi vətəndaşın xeyrinə qərar çıxardanda bu icra olunmamalıdır. Bir dəfəli çıxarmayın da bu qərarı da. Çıxarmayın bu qərarı bir dəfəli. Biz vətəndaşlar bilsin ki, dövlət qurumları istədiyini eləyə bilər. Vətəndaşa istədiyi zülmü eləyə bilər. Vətəndaşın əmlakını mənimsəyə bilər. Vətəndaşın cibinə də girə bilər. Necə ki, dövlətin büdcəsini oğurlayırlar, yeyirlər. Dövlətin təbii sərvətlərin, neftin, qazın, hər nəyin məmurlar oğurlayırlar, yeyirlər öz ciblərinə. Vətəndaşın da əmlakını mənimsəyə bilərlər. Buna görə bir dəfəli qərar çıxardılmasın. Niyə görə mənim xeyrimə qərar olduğu halda, məhkəmə qətnamalar olduğu halda bugünkü günə qədər icra olunmayıb? Niyə borclu təşkilatın özbaşınalığı bugünkü günə kimi sübuta yetirildiyi halda dövlət qurumudur deyə məhkəmə qətnamaları icra olunmur? Niyə onların hesabına inkasa sərəncamı qoyulmur? Nə üçün? Nəyə görə? Bunu sual edin. Ədliyyə Nazirliyinə sual verin, İcra Baş İdarəsinə sual verin. Mən sual verirəm, müraciət edirəm, lakin baxan yoxdur. Bəlkə siz Məhkəmə Hüquq Şurasının sədrisiniz, Ali Məhkəmənin sədrisiniz deyə bəlkə sizə işlərlər. Niyə məhkəmə qətnamaları mənim xeyrimə olduğu halda Ekologiya Nazirliyi tərəfindən, Kiçik Qızılağac Balıq Artırma Təsərrüfatı tərəfindən mən dəfələrlə hədə-qorxulara, təhdidlərə, ölümlə hədamalara məruz qalmalıyam? Niyə görə əlimdə məhkəmə qətnaması ola-ola mən 3 dəfə, 4 dəfə Vilayət Eyvazovun qabuluna gelməliyəm ki, mən hədə-qorxular gəlirlər, ölümlə hədərlər? Niyə görə? Bunu sual eləyin də siz bir dəfə də. Nəyə görə? Belə məhkəmə qətnamasını çağırdırsınız, tökürsünüz küçələrə. Bəzi adamlar var, uşaq doldurarlar, atarlar şeyə. Uşaqlar evinə böyüməci baxmazlar. Bu necə böyüyəcəklər, nəyinə lazım? Bu məhkəmə qərarları ki, da beləncini oldu. Çağırdılar, tökürlər, belə kim necə elədi, baxan da onsuz da yoxdur. Kim gücü var, kimin adamı var, məhkəmə qərarlarını icra etdirə bilir ki, mənim kimlərsə zülüm çəkirlər küçələrdə. Hədə-qorxulara məruz qalırlar. Cənab Baş Prokuror Kamran Əliyev, neçə dəfə sizin qəbulunuzda oldum? En azından bu özbaşınalara görə. Cənab Vilayət Eyvazov, neçə dəfə mən sizin qəbulunuzda olmuşam, mən olunan hədə-qorxulara görə. Hani indiyə kimi də Avasov Dadaş haqqında bir dənə tədbir görüldü, bugün 2 günə kimi. Nə Ekologiya Nazirliyi gördü, nə digər qurumlar gördü. Niyə məhkəmə qətnamaları icra olunmur? Cənab Prezidentə yenə də üzümüzü tutaq deyək. Niyə məhkəmə qətnamaları icra olunmur? Niyə dövlət qurumunun əleyhinə olanda, məhkəmə qətnaması vətəndaşın lehinə olanda niyə icra olunmur? Amma mən borcu olsaydım, mənim paltarıma qədər, şalvarıma qədər çağırtdırıb ödətdirərdi bu icra məmurları. Nəyə görə borclu qurumun hesabına inkası sərəncamı qoymurlar? Niyə yalandan mənə deyirlər ki, evlər kim verəcək evlərime? Gör, mənə ev vermək istəyirlər bunlar. Necə ki, bəzi elə oyuna Fuad Alasyarovun qəbulunda olanda ayın 7-sində onun köməkçisi mənə dedi ki, yaxşı, sənin evləri kim verəcək orada? Sənin başını təzədən icra məmurları balaya salmaq istəyir. Bunu mənə bilirsiniz kim dedi? Cənab Prezident, sizin köməkçiniz Fuad Alasyarovun köməkçisi Prezident administrasiyasında dedi. Niyə vətəndaşın əsəblərini oynayırlar bunlar? Niyə vətəndaşa zülm olunur bugünkü kimi baxan yoxdur? Bu məsələyə nə vaxt aydınlıq gətiriləcək? Nə vaxt dövlətin qanunları azadlığa çıxacaq, məmurları zülmündən qutaracaq? Biz vətəndaşlar məmur zülmünə məruz qalmışıq, dövlətin qanunları da, məhkəmə qətnamaları da məmur zülmündən məruz qalıb axı. Görmürlər bunu bax. Niyə görmürsünüz İnam Kərimov bunu? Niyə görmürlər bütün dövlət qurum rəhbərləri? Nəyə görə görmürlər? Bu məsələ nə vaxt aydınlıq gətirəcək? Nə vaxt dövlətin adından çıxardılan məhkəmə qətnamaları icra olunacaq? Nə vaxt dövlətin vətəndaşa vurduğu ziyan ödəniləcək dövlət tərəfindən? Milyardları oğrayan məmurlar yalnız
Özləri üçün çalışırlar, amma vatandaşı fikirləşən yoxdur. Vatandaş nə yeyir, nə içir, vatandaşın əlindəkiləri əlindən alıb qoyublar bir tərəfə. Vatandaş acından ölüb, baxan yoxdur. Dövlət sizin üçündür. Dədə-babanızdan qalıb dövlət sizə.